şəhərdə komandası yenidən Heydər Əliyev Sarayının səhnəsində çıxış etdi. Anşlaqla keçən gecədə bir-birindən fərqli, maraqlı, əyləncəli və rəngarəng səhnəciklər təqdim olundu. Teşekkürler. Yaxşıyam, sağ ol, çox sağ ol. Sən nə tərsən? Götür. Cəmat var, lazımdır, yaxşı deyilsin. Cemaattan sonra bir tezden bilmedim. Çox sağ ol. Evdar adlanan gecə bu şəhərdə heyətinin 25 illiyinə həsr olundu. Sonra nə işe gidiyorsun? Kime gösterin? Gel sen mutfağa. Kaçırsan korktular be. Ne istiyorsun? Hatta şirinlisin. Sizinki şirinliği de öyle. Sizinki hoca zehirli, zehirli. Ama basmayla. Burada ne çekilse bozarsan bize. Onu bir atma. Boşluklara bunu verecek. Gitti. Ha. İyi. Bu şəhərdə komandası sadiq tamaşaçılarını hər zaman olduğu kimi bol-bol güldürməyi bacardı. Tartı sonra ne oldu? Toktar'da sonra çıkıp geldi yere. Aha, sonra? Sonra babam geldi. Sonra? Sonra halalarım geldi. Sonra? Sonra dayılarım geldi. Hay Allah, bizi yaxşı tutarmışız. Ha, onlar geldiler, gittiler. Sonra? Üç kez içeride gittik o diyelim. Elə geceyle yıkılıştık, yatıştık. Ben mamamla Qarabat'ta, bunlar da yer balacaydı. Elə doğramış kalpasa gibi yan yana uzandılar. Sonda bütün kollektiv səhnəyə çıxaraq sevimli tamaşaçılarına təşəkkür etdi. Ürəyində olanların başına olsun bizim sağ əlimiz. Çünki açığı biz statistikanı öyrənmişik bütün mənbələrdən. Bizim konsertlərin yarısı qədər hələ indiyə qədər heç kim, heç vaxt bu sarayda konsert eləməyibdi, bu ölkədə konsert eləməyibdi. İndi Allah bizə nəsib eləyib, ona görə də Allah bizim tamaşaçılar var eləsin. Sağ olun, var olun, həmişə xeyir işlərdə görüşək. Sağ olsunlar, gələn ayaqlar var olsun, əl çalan əllər var olsun. Hər bir tamaşaçının qarşısında baş əyirəm. Çox sağ olsunlar ki, bu illər bizi tək buraxmadılar. Allah'tan sonra bizi biz eləyən bizim tamaşaçılar oldu. Çox sağ olsunlar. Mən də minnətdaram bütün tamaşaçılara. Sağ olsunlar ki, bizim dəyərimizi bilirlər, bizim qiymətimizi bilirlər. Bu 25 il bu sarayda, Heydər Əliyev sarayında bizi tək qoymadılar. Həmişə anşlaqla bizi qarşıladılar. Bu bizim məsuliyyətin üstünə məsuliyyət gətirir. Və bundan sonra da siz 25 il, biz 35 il deyirik. İnşallah sağlıq olsun tək. Coşqun, çünki az öncə Müşfiq müəllim deyir ki, yavaş-yavaş təqaüdə çıxmanın vaxtıdır. Amma mən bu tamaşaçıları görürüm ki, sizi heç kim təqaüdə buraxmaq fikri yoxdur. Bəli, biz təqaüd yox, biz kanallara işləyən aktyorlarıq. Bizim tamaşaçı ilə bir yerdə gedəcək təqaüdə. Qoy hamının konserti anşlarla keçsin. Çünki hər bir müğənninin də, aktyorun da öz tamaşaçısı var, öz sevənləri var. Sevənlərinizi qoruyun, sevənlərinizdən ehtiyatlı olun, onların zövqünü korlamayın, onlara daima yaxşı, keyfiyyətli musiqi, tamaşa, səhnəciklər təqdim eləyin ki, çünki bizim tamaşaçı başa düşən, anlayan, qiymət verən, dəyər verən tamaşaçıdır.